Eğer üçbucağın iki medianı karşılıklı perpendikülardırsa, bu medianların kvadratları cəmi üçüncü medianın kvadratına beraberdir. Biz bu şekilde SK parçasını uzatsaq, yani bu SY medianının kvadratı beraber olacaktır. AE'nin kvadratı üstəgəl BE'nin kvadratı. Biz SY'ni tapandan sonra SK nədir? SY'nin 3'e 2 hissəsidir. Çünkü medianlar bir nöqtədə kəsir, təpədən başları 2 bölünsün 1 nisbətindən bölünür. Uşaqlar, bu düsturun isbatını biz qayda kitabımıza vermişik. Deməli, üçbucaqlar bölməsini açırsınız səhifə 221'də. 221'də bu düsturun isbatını vermişik. Bu qayda kitabımızı əldə edib maraqlı düsturların isbatı ilə tanış ola bilərsiniz. İndi SK parçasını tapaq. SY'ni birinci tapaq. SY beraber olacaktır. Kök altında 81 üstə gəlinsinin 144. O da elədi 225. Oradan da çıktı 15. SK'daki SY'nin 3'te 2 hissəsi olduğuna göre SK da beraber olacaktır. 15 vurulsun 3'te 2. Bu da beraberdir neçə? 10. Sağ olun.